Ferox, çox sağ ol Ferox. Səsim yaxşı gəlir dostlar. Donma zad yoxdur. O paralel salam Murad, necəsən canım başım? Danışmaqsan paralel qalx yuxarı Murad. Salam Sərdar. Lab yaxşı Amerika, yaxşı, lab yaxşılığı. Nihat salam Murad. Xala kəpənək tutur. Barama ay barama, gəlib məni barama. Zonik salam. Pajizny kino, salam. Salam Pajizny kino. Kryminalny name. Hola mi amor. Nətərsən? Yaxşıyam. Qaqa, mən kreatini içib dayandırıram, Murad. Mən 15 gün içirəm, Murad. 15 gün dayanım. 15 gün içirəm, mən çox içmirəm. Kreatin çox içmək ziyandır, Murad. 15 gün iç, 15 gün deyən. 15 gün iç, 15 gün deyən. O bığlı pəhlivan tanırdı. Pajizlə düz yazacağım. Çox şey bığı var pəhlivanların. Bilmirəm, hansı bığlı indirsən. Müslümanlar dünyanın hər yerində var, Nicat. Ya Allah. Sağ ol Murad. Sağ ol, çok sağ ol. Ay qaqa, böyümək üçün kreatin, miriatin, o böyümək üçün heç bir şey kömək eləmir. Böyüməkdən ötürü qaqa genetikdir. Əgər genetikanda varsa böyüyəsən. Bir də ki, anabolik steroidlərdir. O da ki, məsləhət görmürəm. Anabolik steroidlərlə böyüyə bilirsən. Hormonal dərmanlardır, ağzında hormonal dərmanlar. Bədənivin hormonların pozur, başlayır böyütmə, sonra da onun altını çəkə bilərsən, düzgün eləməsən. Yəni bu proteinlə, nə bilim, zırtla, bırtla adam böyümür. Karbohidrat ala bilərsən, kökələ bilərsən. Onu da ki,
bədən çəkivə görə öz normava almalısan. Onu yeməkdən də ala bilərsən. Prosta idmançıların əzələ kütləsi çox olduğuna görə, çəkilərinə görə məcbur əlavə idman qidaları qəbul edirlər. Kreatin sənə 1-2 kilo, əgər hər adamda yox, bəzi adamlarda 1 kilo, 2 kilo bədəndə su tutumu yaradır. Məsəl üçün, mən kreatin için mənim bədənimdə heç patoloji 500-600 qram çəkimdə fərq eləyir. Mənim genetikam elədir ki, mən o kreatinlə, miriatinlə mən 2 kilo çəki qalmıram. Adam var kreatin için 80 kiloda olur, 82 kilo. Məndə elə deyil. O genetikada nasıldır? Hərən bir cürə genetikası var. Ruslan, çox sağ ol. Hərə bir cür genetikadadır. Nə bilim sənin genetikan nədir? Amma böyümə deyilən şey, onun kreatin zadının ona heç bir dəxli yoxdur. İnsan böyüyür genetik olaraq. Məşq edirsən, böyüyürsən. Adam var, mən tanıyıram, məndən qabaq idman zalına gedir, 20 ildir bir zibil də eləyə bilmir. Elə necə var, elə də qalıbdır. Çünki genetikası yoxdur. Bir də adamlar var, dostlar, videolarda baxırsınız, məsəl üçün, telefonda baxırsan, yekə görünür, yaxına gəlsən sıçoğlu oxşayır. Yəni, o telefonda o videolara, adam var həqiqi, məsəl üçün, videoda qəşək düşür, şəkildə qəşək düşür, amma yaxına gəlsən balaca görünür. Yəni, belə şeylər də var. Ronnie Coleman özü nə boydana görünür. Yanı get balaca boy bir adamdır. Elə də iri, Herakl deyil. Əlbəttə, prosta balaca boy adamlarda daha tez inkişaf edir. Balaca olduğuna görə. Bodybuilderlərin çoxsu boy balaca adamlardan çıxır. Hündürboy bodybuilderlər retk olur. Göyçaydan salam aleykum. Salam Ruslan. İtbaz Dağlı, salam, necəsən aşkım? İtbaz. Aşkım evzdə. Salam Ruslan, salam qaqa. Sağlam çəki necə almaq olar? Sağlam qidalarla. Bilmirəm qaqa, sinə batığın düzəlir, onu yalan deyərəm, Murat, bilmirəm. Elə şeyləri bilmirəm mən. Salam Emin, nətərsən? Salam qaqa, necəsən? Nə var, nə yox? Vəziyyət nədərdir? Sağ ol. Nə qəşəng oğlan olmusan sən. Yenisən, nə qayırsan? Elə video çəkirdim, sən rastıma sən çıxdın qaqa. Gəldim də axırı başqa şəhərdəyəm, Murat. Yenə gəldim, düşdüm qızların içinə. Yağlama video gəlir, Murat. Bir dənə babat video gəlir. She's eating her bikinis. Cəhənnəm olsunlar, Murat, başlarım bıraq. Rədd olsunlar. Burada elə canlıdan onu şey eləyəcəm, bir şeyə toxunmaq istəyirəm, Çingiz. Deməli, birlikdən söhbət gedir, qaqa. Yəni, mən deyəcəm, mən nə qorxmam, nə çəkinmirəm. Nə deyirsən, bir dənə söyüş söyməginə. Çünki mənə baxma, mən ölkədə deyiləm, amma sən ölkədəsən, torbu tikərlər. Söyüş söyməyəcəm, nə də heç kimi təhqir eləməyəcəm, Çingiz. Bəli, beləncə nə istəsən deyə bilərsən. Mən ömür boyu yaltaq olmamışam. Kişi kimi yaşayıb, kişi kimi də öləcəm. Çünki niyə görə qaqa? Çünki bugünkü gündə görürəm ki, yoldan keçənə, nə bilim, ona buna kritika verir, pəhlivan quzu verir. Əsl pəhlivana layiq olan insanlara verilir. Yəni belə mən istəyir ekranı qayd eləsinlər, paylaşsınlar, mən qorxmam, nə çəkinməm. Düz nədir? Heç nədən qorxma, mən olan yerdə qorxma ki, narahat olma. Mən ömür boyu qorxmamışam, qorxmayacam da.
Və buradan da demək istəyirəm ki, Nurəddin Beyləqanlı, bax sən mənə verdiyin kritika var, mənə lazım deyil. Bilsən niyə? Sən birliyindən mənə xeyir gəlməyib. Bugünkü gündə mən pəhlivan gedib qıraqda daş atıram. Ay kişi, sən keçən də mənə tədbir vermədin bu illərdə. Mən ümumiyyətlə sənin birliyin, baba, bu deyəsən, bu vəsiqə. Mənə lazım deyil. Gözlə, yekəylim ekranı, rahat görün. Mənə bunun, qaqa, lazım deyil. Mənə pəhlivanlıq üzviyyəti lazım deyil. Şükür Allah ki, mən pəhlivanam. Pəhlivan kimi də çıxış eləmişəm. Gedirəm də Haldun pəhlivanla da çıxış elə. Mənə ehtiyac lazım deyil. Birlik yar. Stil bu oldu, olmadı. Bundan qabaq da mən pəhlivandım. Bu veriləndə qaqa pəhlivan olurlar. Sən onu, yəni o vəsiqə ilə belə pis çıxmasını mən eşitmişəm ki, məsəl üçün çətində qalmısan, o vəsiqəni göstərtmisənsə, kömək ediblər. Hara getmisən, sən o vəsiqəni göstərtmisənsə, işə götürüblər. Bakı dövlət sirkinəsə, ona görə işə götürüblər. Valla mən elə eşitmişəm. Bax, indi belə bir şeyə toxunum da Çingiz. Bakı dövlət Sən onu demə də, sən mənə ilk dəfə deyirsən, Bakı dövlət sirkinə o vəsiqənin şotuna düzəlmişdin. Yox. Bakı dövlət sirkinə necə düzəldin sən? Bakı dövlət sirkinə Çingiz. Necə düzəldim? Günayın sayəsində. Günay məni ora düzəltdi, sağ olsun, çağırdı. Onda köhnə direktoru idi Elmir Hüseynov. Günayın çox əziyyəti olub, həqiqətən, ha məndə. Sağ olsun, demə. Prosta mənə bunun bir xeyri olmuyor. Qaqa, baba, bunu görsən. Is heavy or Aha. Bunu görsən, bunu mənə... Elə cırcına ki, bayrağa xəsər yetirməyən, ortadan cır, burada ona da fikir verirlər. Tən ortadan cır. Hər şey onu şeylədinsə, getdi. Qutardı, getdi. Ehtiyacım yoxdur. Mən tənha canavaram. Mənə ehtiyac yoxdur birlik. Eşitsən qaqa? Sənə bir söz deyim. Azərbaycanda belə atalar məsələ var. Deyir, yetimə can deyən çox olur. Əhbət verən az olur. Qaqa, boş şeylərdir, başım bıraq. Özün özünə bir günahla, özün özünə neynədin elədin. Nə birlik, nə şey, heç kimə qaqa. Hamı bir dəqiqə öz cibinin hayındadır, öz cibin fikirləşir. Novruz bayramında başım bırağı, ildə ayda bir dəfə Novruz bayramından iş olmur. Getginən dil örgən. Mən sənə deyirəm, rus dilini örgən, mən sənə kömək edeyim. Valla mən sənə kömək eləyərəm, rus dili, bir dənə rus dilini sən bilirsən, mən sənə kömək eləyərəm, gedib işləyərsən, qaqa, Quran haqqı. Başı sakit, qulağı sakit. Bir tane qədər tanışlarım var mənim. Örgənəcəm bura, rus dilini çalışacağım, nə olsun, eşitirsən məni, qaqa. Rus dilini mütləq örgənəcəm. Çünki mənə lazım deyil, burada mənə o belə getdi, bu belə getdi. Deməli, Mirzə yazıb ki, Nurəddin Beyləqanlının rəsmi dövlət qurumudur ki, onun verdiyi sənəd hardasa keçərli olsun. Rəsmi dövlət qurumu deyil, birlikdir. Azərbaycanda məsəl üçün birliklər çoxdur, o qədər elə birliklər var. Məsəl üçün birliklər nə edirlər? Məsəl üçün biri birlik yaradır, məsəl prezidentə dəstək, biri birlik yaradır, Azərbaycan gənclərinə dəstək. Belə birliklər olur, həddindən artıq çox birlik var. Məsəl Nurəddin Beyləqanlının birliyinin də adı El Pəhlivanlar Birliyi klubu gedir. Yəni El Pəhlivanlar, adını El Pəhlivanlar Birliyi qoyubdu həmin o klub birliyin. Amma belə məntiq olaraq birlikdir ora. Birliklər necə pul qazanır? Birliyin sədrləri olur, birlikdə sədrlər olur. Birlik məsəl üçün öz layihəsi olur da, bir layihə verirlər onlara. O layihəni həyata keçirdir və layihədən dövlət onlara pul ödəyir. Dövlət həqiqətən ödəyir. O dövlət də o pulu ödəyir o birliyin sədrinə. O birliyin sədrinin Allahı bilir, özü bilir. O işçilərin oradan maaş verir, yoxsa vermir. Başa düşdün? Mən onu bilmirəm. Mən heç kim indiyə qədər mən o Nurəddinə deməmişəm ki, mənə pul ver, heç onun puluna mənim ehtiyacım olmur. Mən özümdən danışıram. Burası mən o birliyə ona görə o vaxtı qəbul oldum ki, insanları Azərbaycanda gənclərdə pəhlivan həvəsi yaradım. Başa düşdün? Yəni hamı görsün ki, pəhlivanlar birdə, amma təəssüflər olsun ki, o birliyə gələnlər elə məndən protiv gedirdilər. Başlayırlar məndən dimdiyə gəlməyə. Ən azından Nurəddin Beyləqanlı oradakılara Also this. We need this. What? Chedraui. Or Soriano, wherever you go. Sí, no.
Me Muslim. Okay. Me agua. I Şıp need- şıp şıp I şıp. need- Please. Ha, you. Ha, okay. Thank you. I need butt napkins. Ha, Thank you. okay. I love agua. Ha, bırak. Şey gösterir, salvetkanı gösterir. Bildim dedi ki salvet. Dedim valla mən müsülmanam. Mən dedim dalımı dedim su ilə yuyuram, kağızla silmirəm. Deyir yox, deyir o dükana getsən mənim üçün alarsan dedim. Dedim mənə yaxşı. Qaqa başa düşdüm. Mən ona görə mən o birliyə qəbul olub. Orada da ki ən azından Nurəddin Beyləqanlıya mən dəfələrlə dedim ki, mən orada heç kimlə prinsipim yox idi ha. Mənim orada prinsipim qardaş 331 adında adam var, baba baba deyirlər. Bilmirəm o adı onun babadır, Heydərdir. Özünə Heydər baba niyə deyir? Azərbaycanda Heydər baba bir dəfə olubdu. Allah ona rəhmət eləsin. Ondan başqa Heydər baba yoxdur Azərbaycanda. Bu indi özüm bilmirəm nə baba baba deyir, bilmirəm. Bunun adı babadır yoxsa Heydərdir, onu da dəqiq bilmirəm. Nəsə, bax mənim o adamdan xoşum gəlmir. Yəni o çiy adamdır. Həmişə demişəm, deyəcəm də. Yəni heç adam geri qaldırmağı bilmir. Nurəddin Beyləqanlı qoyur onun maşına, aparır şeyə. Müsəllim pəhlivanın yanına. Orada da bir dənə mən görmürəm ki, bunlara bir nəfər ona qayıdıb desin ki, bədbax, sən hələ bir daşı bir qaldırmağı öyrən, geri qaldırmağı öyrən, necə düzgün tutmağı öyrən. Ondan sonra sən pəhlivan sözün dilivə alarsan. Əlinə alıb boltu, burada əyir 10 sm bolt telefonda. Ora gedəndə 15-12 sm bolt aparır. Elə belə güclü oğlan idi. Aparıb orada əyərdi də 10 sm boltu. O nədə elə 8 sm bolt əyirdi keçən dəfə. Elə belə güclü oğlan idin, orada gedib əyərdin. Birincisi, bolt əymək nömrəsi sirkdə işə yarayan nömrə deyil. Bolt əymək sənin biləyimin gücün göstərir. Əgər sənin biləyin güclüdürsə, sən gir qaldırıcın. Sən giri bədbax tuta bilmirsən, ay bədbax. Giri düzgün tutmağı sən bacarmırsan. Sənin biləyin zazoru buraxır aşağı. Sən gir saxlayanda əllərin əsir. Sən nə pəhlivanlıqdan danırsan. Ona nə Nurəddin ona tənbih eləyir ki, giri düzgün saxla. Ya da müsəllim ona bir orada tənbih elədi ki, giri düzgün saxla. Elə əl çalırlar, halal olsun. Nə halal olsun? Nağardı o. Nağardı o halal olsun. Deyil, statusuma oğlan qoymuşam Gəncədə. O mozuq var, powerlift diyor, onun oğlu. Arıq oğlandı, gör neçə kilo ilə. Anamın canı deyirəm ki, günü bu gündə el pəhlivan birliyi var ha. Sizin elliyiniz onun oturduğu çəkilə prisidan eləyə bilmərsiniz. 60 kilo onun çəkisi var, 60 kilo. 60 kilo uşağın çəkisi var, 170 kilo, 200 kilo ilə prisidan eləyir. Deyirəm, sizin el pəhlivanlar birliyinin A'dan Z'yə heç birinizin başı üçün deyək ki, o elədiyi çəkilən prisidan eləyəsiniz. Oturub burada pəhlivanlıqdan danışırlar. Arıq uşağı demirsən? Heç onu uzağa getmək. Hüseyin var, Hüseyin. 16 yaşı var, 16 yaşı var. 60 kilo çəkisi var uşağın. 55 kilonu bir əlində yuxarı qaldırır. No problem. Heç o baba dediyi var. Heç o qanteli 55 kilonu dəbərdə bilməz yerindən. Qayıdıb deyirlər ki, pəhlivandır. Aynen pəhlivan. Mən ümumiyyətlə mənə maraqlı deyil. Nə onların adını çəkmək elə onlar üçün böyük bir reklamdır. Onların da adını da çəkməyəcəm, heç maraqlı da deyirlər. Prosta yığışırlar ora, mövzunu üstü örtülü şəkildə mənə söz soxurlar. Söyüş söyür, pəhlivan heç vaxt söyüş söymə. Mən yaxşı eləyib söyüş söyürəm. Mənim söyüş söydüyümə görə mən cavab verirəm. Söyüş söydüyümə görə Azərbaycana gələndə problem yoxdur. Qanun çərçivəsində söydüyüm söyüşlərə görə 15 tutka verəcəklər, pul cəriməsi eləyəcəklər, məni türməyə soxacaqlar, mən bilərəm. Başa düşdünüz? O insan söyüş söyməyi, əgər söyüş söyürsə, o demək deyil ki, o insan pəhlivan deyil. Və yaxud da ki, mənim ağzımdan çıxan bir sözlər var ha. Mən bütün sözlərə cavabdehlik daşıyıram. Niyə axı bir dənə köhnə pəhlivanlardan biri çıxıb mənə demir ki, çünki sən səhv danışırsan. Bu dünənki bu paçan-maçan deyir ki, söhbətə bax, deyir, elə bir şey yoxdur. Pəhlivan neçə kilo istəsə daş qaldıra bilər. Deyirəm, pəhlivan özün üçün mən də qaldıram 16 kilo. Amma sən elə bir daş qaldırmalısan ki, meydanda onu qıraqdan keçən adam dəbərdə bilməsin. Düzdür, qaqa elədir. Dəqiq, sənlə razıyam. Deyir, yox, bəlkə mən 16 istəyirəm qaldırmağa. Sən özün üçün istəyirsən, lap heç qaldırma. Belə tüpür günən, tüpür cəvi tut günən. O sənin şəxsi problemindir. Amma sən meydandasansa, adva pəhlivan deyirsənsə, meydanda çıxış eləyəndə ağır daş qaldır. Mən sənə əminliklə deyirəm ki, bax onların 50-yi var ha, sabahların bir dənə normal ora güc pəhlivanları gəlsin meydanda. O battle deyirlər ingilisində, battle olsun orada, onlar heç nə eləyə bilməyəcəklər, ancaq əl çalmağa gələcəklər.
Onların işi olacaq orada əl çalmaq. Başa düşdün? Onlar yığışıb ancaq əl çala bilərlər, iştirak edə bilməzlər. Özdə bu bir. İkincisi, bütün o köhnə pəhlivanlarla çoxsu ilə məni düşmən eləyiblər. Birincisi, mən yenə də deyirəm, bax, heç bir kəsdən mən qorxmamışam. Kimə sözüm olub, Allaha and olsun, həmin adamın adını çəkmişəm, sözümü demişəm. Mənim köhnə pəhlivanlarla işim yoxdur. Amma bəzi köhnə pəhlivanlar var ki, mənə söz atırlar, inanırlar kimsən sözünə, gəlib mənə. Qardaş, mən səndən qorxmuram, sən kimsən, mən həyatda heç nədən qorxmayan bir adamam. Mənim dünya ailəm, həqiqətən deyirəm, dünya ailəm vecim olmayan bir adamam. Mən kimdən qorxuram? Mən heç kimdən qorxmuram, heç kimdən. Mənə də tanıyan oğlanlar tanıyır ki, mən necə adamam. Real həyatdan da tanıyırlar ki, mən heç kimdən qorxmuram. Heç ölümdən qorxan adam olmamışım. Mən sözüm olsa hansı köhnə pəhlivanlara deyirəm burada, mən sizin üz-üzə deyərəm. O ki, qaldı video çəkməyə, yenə də deyirəm, mən videonu çəkirəm, pəhlivanlara meydan oxuyuramsa, onu mən köhnə, o neçə illərdir bu sənətdə can verənlərə aid eləmirəm. Var, köhnə pəhlivanlar var ki, onlara aid eləyirəm. Hansı ki, mənlə protivdirlər. Hansı ki, məni qəbul etmirlər öz aləmlərində, amma görəndə məndən ikəlli görüşürlər. Onlara aid eləyirəm mən. Qardaş, mən pəhlivana meydan oxumalıda pəhlivan. Deyirlər, Çingiz 4 dənə gülü qaldırır, qaydır deyir ki, Azərbaycanda pəhlivanlar bacaran varsa təkrar eləsin. Qardaş, meydan oxuyuram. Meydan oxuyuram. Mən oturub orada spisokda ad çəkməliyəm. Vüsal pəhlivan, Xaldun pəhlivan, Seyhun pəhlivan, Famil pəhlivan, filan kəsləri adın çıxmaqla mən videoda bu sözü bir mənalı şəkildə beyninizə yeridin ki, mən TikTokda video çəkirəm. Bu video short videodur. Patoloqu 1 dəqiqə ərzində mən videonu işimi görüb bitirməliyəm. Oturub mən orada ad çəkəcəm başdan ayağa. Qardaş, məntiqiniz olsun, o bəzilərinə deyirəm, məntiqiniz olsun, mən video çəkəndə mən bir mənalı şəkildə həmişə demişəm. Mən ona heç vaxt köhnə pəhlivanlara, güc pəhlivanlarına aid eləmirəm. Bu təzəki, bu paçan-maçana aid eləyirəm. You go, amigo. Amigo, you go? We go to the laundry and come back. Okay. Lavandriya? Okay. Ekranı böyük də, sən balaca qalmışsan. Eybi yox, gözə böyüdüm. Qaqa, başa düşürsən emin məsələ nədir? Mən heç vaxt heç kimlə o vaxtı kimsə götürdü, video paylaşdı, nədir, nağardı, düşdülər mənim üstümə ki, Çingiz şey eləyir, Çingizin işidir. O Elyar var o Elyar, o Naxçıvanlı. Birincisi nədir, zəm vurub məsəl üçün pəhlivanlar olub, pəhlivanlar deyiblər ki, elə şey eləməz, Çingiz ömrü boyu elə şey eləməz. Əlində sübutum var, deyir, mən ancaq Çingizlə prinsipim var. Çingizin mən Çingizin səndən prinsipi yoxdur, sənin Çingizlə prinsipin var. Çingiz qorxaq oğlan deyil, heç vaxt heç kimdən qorxmam. İmin o Elyarla söhbətə görə mən çox adamla mən razborkalarım düşüb. Amma mən Elyara sözüm mənim YouTube'da da var. Mən Elyar sənin şəklini qoyaram, deyərəm sənə ki, bax Elyar sən busan. Səni söyməkdə istəyəndə açıq aydın söyərəm. Dünya aləm mənim yenə də deyirəm, vecimə deyil. Amma mən sənlə mən elənsə prinsip aparım. Mən meydanda güc göstərirəm. Mən prinsipimi gücünə. Kimsə ortaya girir, ondan onu, bundan onu, ondan ona, bundan ona, bundan ona, ondan aləm qarışdırırlar bir-birinə, atırlar ki, Çingiz elədi. Çingizin işi gücü yoxdur, qardaş. Mənim nəyimə lazımdır. Elə sənə də əminəm ki, Emin, sənə də kimsə deyib ki, 100% Çingiz eləyib. Sən öz-özünə onu şey eləmədin ki. Mənə prosta ləzzət eləməyən nədir? Bu, ümumiyyətlə, mən polisdə işləmişəm uzun illərdə. Yəni, bir şəxs gəlib mənə şikayət eləyəndə, məsələn, mənə gəlib, mən narkobiznesdəydim də, mənə gəlib deyirdi ki, rəis, sənə bir məlumat vermək istəyirəm. Deyirəm ki, buyur eşidirəm. Bizim qonşuda bəxtiyar kişi var, mal buraxır, mal satır. Mən bir polis olaraq ona deyirəm ki, qardaş, mal satır, onun malını mənə faktla verə bilərsən. Deyir, yox, mən qarışma, mən deyil. Qardaş, sən bəlkə bəxtiyarın üstünə şəhər yıxırsan. Yəni, dediyim odur ki, o 331-ə gedib polisə məndən şikayət edibdir. Yəni, o gör nə qədər, bu insana deyil, adı gedir iş verən, paykavoy deyirlər. Belə adamları suka deyirlər. Durduğu yerdə kimsə. İndi mən 331, sənin əlində nə sübut olub ki, sən məndən gedib polisə şikayət eləmişsən. Sənin başın çatır. Sən heç bilirmisən ki, hətta o polis o işin üstünə getsə, o iş birincisi polis baxmır. Polis sənin işini verir məhkəməyə,
O işə məhkəmə baxır. Sabahları məhkəmədə hakim sənə sual verəndə ki, bu səni deyirsən ki, bu videonu Çingiz düzəldibdir. Sübutun var, sən nə deyəcəksən? Deyəsən ki, şübhələnə, şübhə ilə iş olur. Görsən nə qədər qaltaq adamsan. Dünənlərin mənə məlumat sızıbdı 331 haqqında. 331-in həqiqətən deyirəm, yəni normal adam deyil. Həqiqi deyirəm, yəni normal adam deyil də, yəni belə partlaq adamdır. Başa düşdün? Onun haqqında heç yaxşı sözlər mənə demədilər. Öz rayonlarından, öz kəndlərindən, Şamaxıllardan mənə Sivyaza çıxanlar oldu. Hətta onun atası haqqında da mənə məlumat verdilər. Mən həqiqətən fikirləşirəm ki, bir insana mən pazlama videosu qoyanda həmişə mənə Sivyaza çıxırlar. Ya onun dostları çıxır, ya onun nə bilim qohumundan çıxanlar olur. O qədər olub da video qoymuşam, silmişəm. Çünki üzr istəyiblər, silmişəm. Məsələn, keçən dəfə mənə burada təhqir eləyən biri oldu. Heç o da bilməyib mən ləzgiyəm, mən də bilməmişəm o ləzgidir. Mənə təhqir elədi, canlıda dedim. Dedim, mən sənə polisə verəcəm, söyüşümü dala götür. Götürmədi, əlavə təhqir elədi. Mən də onu verdim Daxili İşlər Nazirinə. Polis baxmadı işə. Üstündən bir həftə keçdi, bir dənə video çəkdim Daxili İşlər Nazirinə yenidən, polis işə baxdı. Söydüm, gec idi. Onu söydüm də, tutdular da, aparıb cərimə elədilər də, 15 sutkaya da qoydular. Qurana and olsun deyirəm ki, onun bir hörmətli qardaşları var. Bir hörmətli qardaş, həqiqətən 3 dənə qardaşdılar, onun 2 qardaşı çox yaxşı oğlandı. Çıxdılar məndən Sivyaza, dedilər, pəhlivan, sən Allah bağışla, Günan, qardaşımızdır, yəni sən də ləziksən bizi, yəni insan adamlardır. Amma mən bu 331-ə nə qədər video çəkmişəm. Bu TikTokda spam olduğuna görə hamısı YouTube'da, Facebook'da, Instagram'da video nə qədər komment yazıblar. Qardaş, bunun bir yiyəsi sahibi yoxdur ki, biri məndən Sivyaza çıxar ki, mənim dayım oğludur, mənim əmim oğludur. Bunu nə görə belənsən sən tək? İtin sözünü deyirəm ya, bunun yoxdur. İndi dünənlərin məndən Sivyaza çıxıblar ki, o deyir, onun başını buraxıblar. O itin başını buraxan kimi onun başını buraxıblar. Gəlir pəhlivanlara meydan oxuyur. Sən kimsən, sən pəhlivana meydan oxuyasan? Günah səndə deyil. Günah bilsən kimdədir? Günah Zazadadır. Günah Nürəddindədir. Günah Müsəllimdədir ki, sənə dəstək olurlar. Adlarını da qoyurlar ki, biz gənc pəhlivan. Nə gənc kişi? Onun nəyə gəncdir? Yan-yana qoysaq, mənim bilət 37 yaşım var, ondan mən yaşlıyam, ondan cavan görünəm. Nə gənc kişi? Gənclərə eləmsən dəstək olmurlar, düzgünlüyünə dəstək olmaq lazımdır. Yalandan əyir, pəhlivan adı verirlər. Filan kəsə, nə bilim, pəhlivan adı verirlər. Heç pəhlivanlar namizə yalandan cəmaata ad verməyin. Nə vidi var, nə löynü var, nə iş görə bilir. Özləri üçün iş görsünlər, amma qardaş, povud verməyin. Cəmaata povud verirlər, sonra da mənə deyirlər ki, sən nə lazımdır deyir, baş qoşma, nətər baş qoşma kişi? Hamı, bütün pəhlivanlar, köhnə pəhlivanlar sakit durubdur, danışmır. Bir xaldun danışır hərdən birdən, bir də sən danışsın, emin. Amma bunun üstünə düşmək lazım. Elə bu günə susa, o hansı ki Çingiz daş qaldıram, mən. Sözüm burada pəhlivanlaradır. Mən daş qaldıranda deyirəm, Azərbaycan pəhlivanlarına meydan oxuyuram. Hamısı üstümə arı o bala yapışan kimi tökülüşürlər ki, üstümə Çingiz, sən pəhlivanlara niyə meydanı? Qardaş, sizin xəbəriniz yoxdur nə gündədir Azərbaycanda pəhlivanlıq? İt günündə eləyiblər, hələ sakit durur. Onsuz da bu günə qoyan elə siz olmuşsunuz. Xətrinizə dəyməsin. Azərbaycanda bu gündə pəhlivanlığı bu səviyyəyə çatdıran siz olmuşsunuz. Qardaş, əziyyət çəkmişik, işıqlandırmışıq, təzədən dəbə salmışıq, amma o sözə layiq olanı verək də pəhlivan adını. Söz olanda hamı sözünüzü deyin də, kimdən qorxursunuz? Hamının bir sözü var, mən nəyimə lazım, cəhənnəm olsun. Sən onda sən nəvə lazımdırsa, sən nəyə görə özü pəhlivan kimi hiss edirsən? Sən də sakit ol, Emin də sakit olsun, o birisi də sakit. Bunlar da gəlsin, çıxsın bizim təpəmizə. Sosial şəbəkədir. Deyək, görsən, elmin var ha, elmin. O yekə, osturaqçı. Yəni, mən ona osturaqçı niyə deyirəm ki, insan etdiyi hərəkəti edər danışar. Başa düşdün, əgər bir insan hərəkəti etməyib danışırsa, yalandan. Bunun adı osturaqçıdır. O namaz qıla bilər, o həccə gedə bilər. Mənim deyək, dostum var, həccə gedib də həccidi kayf eləyir. Bazmenin biridir. Bütün günü bazlıqdadır, bütün günü kayf eləyir. Nə olsun, həcci də deyənə mən ona sözü deməli deyiləm. Bu namaz qılır, Allah adamıdır namaz qılır. Qılsın da qıqaş. Namaz qılan yalan danışar. Keçən dəfə canlıya
Boeing samolyotunu sürən Azərbaycanlıyın qoşdum. Qardaş pilotdur. Pilot ağzında deyir ki, Boeing'i deyir, dəbərtmək olmur. Video çəkir, deyir mən 3 dənə deyir Boeing'i dartıram. Dartaram özlər, dartaram. Bunu da adına deyirlər ki, pəhlivan. Sosial mediada deyirlər pəhlivan. Hamı pəhlivan deyir. Çünki Azərbaycanda siz pəhlivanlar var, ha, hansı ki danışmırsınız. Sakitcənə durub, baba sizin üzbatuzdandır bu gündədir. Elmin güclü adamdır. Mən demirəm, o kişinin gücü yoxdur. Gücü var. Gücü var, fiziki gücü var. Amma qardaş o pəhlivan deyil. Onun etdiyi nömrələr pəhlivan nömrələri deyil. Yəni hansısa bir fiziki güclü, məsələn, onun elədiyi nömrələri artıqlaması ilə, məsələn, Razım Hüseynov eləyər. Məsələn, Aydın Hümbətov eləyər. Ondan da artıq qaldırır. Deməli, onlar pəhlivandır, qardaş. Pəhlivan, qardaş, tamamilə ayrı bir şeydir. Qeyri-adi güc hərəkəti eləyənə deyilir. Qeyri-adi güc hərəkəti eləyənə, qeyri-adi silavoy nömrələr göstərməlisən ki, insanlara ləzzət eləsin. Yalandan mən də çox şey eləyərəm. Mən də gedərəm, dəmirə alaram, çoxlu onu yandıraram. Dəmir yanandan sonra dəmir olur, keyfiyyətini itirir. Vurduğu dəmirlərin hamısının üstündən pas tökülür. Çox dəhşət bir şeydir. Maşını dartır, maşın üstünə gəlir. Mən birinci səfər görürəm ki, maşın dartanda o biri də var ya, adını çəkmək istəmirəm. Haçan baxsan maşın dartır, maşın da ancaq üstünə gəlir. Qardaş, sən dartmalısan maşın gəlsin. Maşın üstünə gələ-gələ dartmalı deyilsən. Yalandan fırıldaq gəlirlər. O yenə də deyirəm, bu köhnə pəhlivanlara deyirəm. Bir dəfə hamımızın telefonu var, hamı video çəkənlər. Bir dəfə video çəkin də siz də sözünüzü deyin. Məni deyirlər ki, Çingiz bizim paxıllığımızı çəkir. Bu təzələri deyirlər. Çingiz sizin nəyinizin paxıllığını çəksin. Çingiz pəhlivan kimi işləyib pul qazanır. Qazana bilirsiniz pəhlivan kimi pul. Deyək ala. Çingiz işləyir, pəhlivan kimi pul qazanır ha. Novruz bayramında ildə ayda bir dəfə yox. Çingiz hər gün o pulu qazanır. Hər həftə Çingizin pulu cibindədir. Pəhlivanlıq elə eləyər. Çingizin YouTube kanalı var, orada nə qədər izləyici kütləsi var. Çingiz videonu çəkir, tullayır YouTube'a. YouTube özü Çingizə maaş verir hər ay. Başa düşürsən? Qazana bilirsiniz elə öz videolarınızdan pul. İldə ayda bir dəfə TikTokda gül atarlar ya atmazlar. Çingiz TikTokda da həmçinin videoları çəkir, qoyur orada, pulunu qazanır. Meksikada TikTokda baxışa görə də pul gəlir. Sən Çingiz, sənin evin paxılı, abunən Çingizdən çox deyil. İzləyicin Çingizdən çox deyil. Hörmətin Çingizdən çox deyil. Çingizdən çox tanınmışlığın yoxdur. İstər Azərbaycanda, istər dünyada qıraqda yaşayan Azərbaycanlılar tərəfindən. Çingiz sizin nəvinizin paxıllığını çəksin. Siz kimsiz ki, Çingizdən artıq nə? Olar, Emin mənim elədiyim hərəkətin üçünü eləsin. Halal olsun Eminə. O deməkdir, Emin məndən güclüdür. Emin bilmir ki, mənim nə qədər nə güc hərəkətim var. Mən 3 dənə hərəkətdən ibarət deyiləm mənim hərəkətim. Mənim gör nə qədər nə mənim güc nömrələrim var. Girirlər videoya baxırlar dostlar. Bir dənə video görürlər. İnsanam da indi mən robot deyiləm. O videonu götürürlər. Onu mənə duet elə sonra deyirlər biz Çingizdən biz güclüyük. Çingizdən sən güclü ola bilərsən. Çingiz gör nə qədər nömrələri var. Silavoy nömrələrdən bir təkrar elədi. Gir sözü gələndə tırıqlayırlar atlarına. Heç birinin səsi çıxmır. Belədir, düzdür. Çingizin evi də var, eşiyi də var, pişiyi də var. Çingizin evi də var, eşiyi də var. Heç mən Allaha and olsun, heç mən pəhlivanlıq eləməsəm də, mənim rəhmətli atam, Allah ona rəhmət eləsin, mən üçün şərait qurubdur. Mən heç pəhlivanlıq eləməsəm də mən pulumu qazana bilərəm. Yəni elə bilməyin ki, Çingiz gəlib, mən Qurana and deyib, bəzidir, Çingiz getdi gün gördü. Çingiz günü Azərbaycanda görmüşəm mən. Mən həmişə gün görmüşəm. Mən uşaq vaxtından tanıyanlar bilir ki, mən həmişə gün görən oğlan olmuşam. Mənim hər şeyim olubdur. Rəhmətli atam nə istəyib, mən artıqlaması ilə alıbdır. Mən həmişə gün görmüşəm. Mən nə deyirsiniz, Çingiz getdi gün gördü. Burada gün görürəm mən. Bütün günü işdə, əziyyət çək, həyatımı riskə at, həm belə riskdə olur həyatın, yaşayış üzrə, həm də ki, işdə. Günü mən Azərbaycanda görürdüm. O da bəzi o postundan istifadə edən məmurların üzbatından mən gəldim bura. Mən Azərbaycanda Quran haqqı, pəhlivanlıqla buradan qazandığım pulun 10 qat artıqını qazanaram.
O juliklərin üz batırından mən ölkədən çıxdım, gəldim bura. Çünki mən o məmurla mən sporlaşa bilmərəm. Mən o məmurla sporlaşdım, gərək mən onu vurum döyüm orada, vurum sifətini dağırdım. Ona görə də ki, mən cinayət işi çıxıb basacaqlar türməyə. Polis işçisi olmuşam, hər şeyi yaxşı bilirəm. Mən o məmurla nə tər spor eləyə bilərəm? O məmurdur, o məndən vəzifədə yüksək adamdır, onun rəisdir, hansısa bir yerin böyüyüdür. Mən onu söyəcəm, yenə məni tutacaqlar, döyəcəm, yenə tutacaqlar. Onun dərdindən başımı götürüb çıxdım, gəldim burada işləyib pulumu qazanam. Mən çünki bu sənəti sevirəm. Mənə başqa işlər təklif edən o qədər Azərbaycanda oğlanlar var, Rusiyadan belə, Qazaxıstandan belə, bütün Amerikanın özündən nə qədər yazırlar ki, oğlanlar, Çina gəl ginən, gəl sən kömək eləyək, gəl bura, sənin üçün iş düzək quşaq, şərait yaradar. Elə Çingiz sizin üçün hörmətsiz bir adam deyil. Şükür Allaha mənə hörmətli oğlanlar elə hörmət qoyur. Mənə hörmət eləməyən Allaha and olsun, özü hörmətsiz adamlardır. İndiyə qədər bir dənə görməmişəm ki, normal özünü tanıyan oğlan mənə hörmətsizlik eləsin. Eləyən, hörmətsizlik eləyənlər həyatında problemli olan adamlar olub həmişə. Mənim heç kimlə işim yoxdur. Bir dənə söyüş söyürəm, qardaş, o da söyüşü məcbur söyürəm, özümdən asılı deyil. Mənim onu tərcidə bilməmişəm. Mən əskərlikdən gəldim, polisə düzəldim, bütün psixologiyam pozuldu, başım xarab oldu. Mən çox söyüş söyən adamım. Mənim onun rəhmətlik dərdən tərcitdirə bilmədisə mənə. Mən heç bir kəsin başı üçün deyil ki, mən söyüşümə zapret qoysun. Başa düşdünüz? Uzaq başı cərimə edib tutub qoya bilər. Tutub basacaqlar içəri, çıxacam yenə söyəcəm. Amma mən heç vaxt haqsız yerə kimsənsə söyməmişəm. Haçan haqsız yerə, günahsız yerə kimsənsə söyərəm, təhqir eləyərəm. Onda 1 minut. Denada. Söyərəm, təhqir eləyərəm. Onda məsəl üçün deyirsiniz ki, Çingiz, bax, o filankəsin günahı yox idi. Onu nəyə görə söydün, təhqir elədin? Onun günahı yox idi axı. Bu arada otağımı göstərim dostlar. Bura mənim təzə otağımdır. Emin, burada bir kravat var. Boşdur, gəl yanıma yat ki. Valla mən heç vaxt söyməmişəm. Prosta bu, məsəl üçün, Nurəddin Beyləqanlı, məsəl üçün, şərait yaradır bu təzələrə. Özü bilərim, mənim Nurəddin Beyləqanlının işində, gücündə gözüm yoxdur. Mən bilirəm ki, məsəl üçün, mən Azərbaycanda özüm üçün bir şirkət kimi yaratdım, pəhlivan kimi də, yəni işləyib fəaliyyət göstərtməyə. Mənə məsəl üçün icazə vermədilər. Yəni heç Nurəddinin özünə də icazə verən yoxdur. Nurəddin gedib məktəbdə bilet sata bilməz, mümkün deyil. Nurəddin gedə məktəbdə bilet sata. Yəni onu ümumiyyətlə heç kimə icazə vermirlər. Gərək qaqaş güclü dayı-dayın ola. Nurəddin El Pəhlivanlar Birliyinin sədridir. Nurəddinin keçirdiyi tədbirlər, burada bəziləri mənə yazır ki, nədir, onda Nurəddinin şeyindən niyə, Nurəddin Birliyindən niyə çıxdın ki, sən Nurəddin tədbirlər keçir. Qardaş, Nurəddin El Pəhlivanlar Birliyində birlikdir, QHT-dir, qeyri-hökumət təşkilatıdır. O, gedib tədbir keçirdir, hansısa rayonda, şəhərdə. Onu orada gəldi izləyən olsa da, izləyən olmasa da, onu orada bilet satmır. O, dövlət tərəfindən gedən bir adamdır. Orada onu havayı keçirdir. Dövlət ona özü ödəyir o pulu, başa düşdün? Dövlət Nurəddinə, dövlət pul ödəyir oradakı etdiyi o tədbirə görə. Nurəddinin dədəsinin borcu yoxdur heç kim. Başa düşdünüz? O boş söhbətdir. Mən də sabah QHT böyüyü olsam, mənə də keçirdəcəklər, deyəcəklər ki, Kürdəmirdə yazırsan, mən Kürdəmirdə məsəl üçün tədbir eləmək istəyirəm. Gedib orada tədbirdə çıxış elə, orada 10 nəfər oldu, adam 5 nəfər oldu, 20 nəfər oldu. Onu eləyir, dövlət onun pulunu ödəyir. Biri də var ki, mənim kimi özün tək işləyib pul qazanmaq, qaqaş. Havayı şou göstərtmək olar. Günü bu gündə kim havayını? Evə usta gətirsən, deyirsən, qardaş, mənə ev tikkinə, sənə deyəcək, havayı tikirəm. Uzaqbaşı sən müsəlman olduğuna görə Azərbaycan o deyər ki, 5 manat yox, sənin üçün 4 manata eləyirəm. Heç kimə qaqaş, havayı heç göstərtmir, başa düşdünüz? Heç kimin də heç kimin dədəsinə borcu yoxdur. Yox, düşür, elə danışırlar ki, güya ki, Nurəddin gedir orada tədbir eləyir. Nurəddin tədbirdə ancaq necə? Nurəddinin Novruz bayramında zən vururlar, işdən əlavə, o QHT-dən əlavə zən vururlar ki, Nurəddin pəhlivan. Filan yerdə tədbir var, bizə pəhlivan lazımdır. Nurəddin də ora məsəl üçün öz tanıdığı pəhlivanlardan yollayaraq gedin orada iştirak edin, pulunuzu alın, qoyun cibinizə. Amma Nurəddinin keçirdiyi o QHT tədbirlərində heç birində heç kim orada
pul gözləməsin. Yəni orada pul yoxdur. Varsa da Nurəddinin özü bilər, nə kimə verir, kimə çatır o bilər. Yəni elə bilməyin ki, siz orada gedib milyon qazanacaqsınız da, milyard qazanacaqsınız. Elə bir şey yoxdur. Mən Nurəddindən qabaq Göyçayda bir QHT var idi, oradaydım. Elə orada mən gördüyümü. Yəni o nəsə bir QHT ilə oraya girmişdim. İdman nə bilim şey eləmişdi. Belə şeylərdir, boş şeydir. O QHT-lərin də çoxsu qardaş alıb cibinə qoyurlar çoxsu. Heç kimə işinə vermirlər oradan. Öz tanıdıqları var, öz qruplarında olur da orada onlara verilir. Ya maaş verəcəklər sizə, maaş. Cəmaət gedir kişi paxat edir, illər boyu idmançı olur, heç maaş ala bilmir. Yox, bunlar maaş alacaq. Elə olsaydı elə hamı gedib QHT-də işləyərdi də. Hamı gedib düzələrdi orada. Prosta mən yenə də deyirəm, mən o birliyə girdim ki, insanlar bir olsun. Qoy Azərbaycanda pəhlivanların adı. Amma mən ora girdim qardaş, o birlikdə olanın 90%-i məndən prinsipdədir. Məndən zəhlələri gedir. Mən demirəm, mən hamıdan güclüyəm. O sözü deyənin nə deyirsiniz deyin. Mən elə söz deməmişəm. Mən həmişə demişəm, özümə görə gücüm var. Prosta yenə də deyirəm, köhnə pəhlivanlar, bir gözünüzü açın, 5 yerə baxın. Gözünüz ancaq Çingizi görür. Hamısının gözü ancaq Çingizi görür. Çingiz özə pis bir şey eləsəm, ay Emin, eşidirsən mən qaqaş. Pis bir şey eləsəm, deyərəm də, mən onlar kimi bambıllıq eləmirəm, mən onlar kimi düşüklük eləmirəm. Sirkdə işləyirəm, göstərdim, mənim ağır nömrə qaldıram. Elə ki, Çingiz deyir, Azərbaycanda pəhlivanları meydan oxuram, köhnələr hamısının xətrinə dəyir. Xətrlərinə dəyir. Xətrünüzə niyə dəyir? Mən dəyməli deyiləm, sizin xətrünüzə. Mən sizin xətrünüzə dəyməli deyiləm. Sizin xətrünüzə dəyən o olmalıdır ki, daş qaldıra bilməyənlərə pəhlivan adı verilir. Daşdan anlayışı olmayanları örgənəcək başqa şeydir. Örgənəcək, mənim oğlumun, balaca oğlumun 2 yaşı olanda 32 kiloluq daşı qaldırır. Mən də deyim, mənim oğlum pəhlivandır. Uşaqdır da, indi böyüyər, istəyər olar. Mən heç o uşağımı məcbur eləmirəm ki, amma istəsə, ürəkdən istəsə, mən ona şərait yaradaram. Mən amma heç vaxt razı olmaram ki, mənim oğlum geçsin Azərbaycanda bilət, bambıllıq eləsin. Ya mənim oğlum geçsin, boş-boş daş qaldırsın, dalında dədəsi kimi bu boydana quyruq çıxartsın, xayalar hamısı varkasılı olsun, bütün ayaq damarları ağrısın, diz qapaqları ağrısın, axırda da heç nə verməsinlər. Mən ona razı olmaram. O səhvi mən eləmişəm. Amma mən onu sevib eləmişəm. Amma mən heç vaxt razı olmaram ki, mən oğluma şərait yaradacam, geçsin xarici ölkədə işləsin, sənət yaşatsın. Sənətin içində iyilənməsin. Elə bilirlər ki, daş qaldırdıq, biz getdik. Mən dəstək olaram, məsələn, Eminə. Kasıb oğlandı, Quran haqqı Emin məsələn. Mən prosta Eminə deyirəm ki, Ruslu, bax, elə keçən dəfə Eminə çıxdılar, Emin 100% mən deyirəm ki, Emin onlarla danışa bilmədiyinə görə alınmadı. Danışa bilmədim. Qardaş, kişinin videosunu bəyəndilər. Atdı videosunu bəyəndilər. Zən vurur menecer. Danışır, danışa bilmir. Tərcüməçi ilə nədən? Tutaq ki, tərcüməçi tutdun, danışdı. Bəs ora gedəndə nə qarassan sən? O sənə başa salmalıdır, danışmalısan. Yəni, rus dilini örgən, mən sənə dəstək olum. Temboli sənin plusların var ki, sirkdə işləmirsən, səhnə videoların var. Budur, Emin, başa düşürsən, qaqa. Amma onlar nə göstərəcək? Ya səhnədə çıxış eləyə bilirlər. Heç, mən xətirlərinə dəyməsin, o köhnə pəhlivanlar var, o bəziləri. Əsas da el pəhlivanlar birində. Onların içində müsəllimi çıxmaq şərti ilə, çoxsu orada nömrəni cəmaata yedizdirməyə bacarmır. Bir də ki, o şeyin adı nədir o? Sumqayıtdan alov buraxan, intizam. Bir də intizam. Bunlar səhnəni canlandırmağı bacarır. Quran haqqı daşı qaldırdı, qoydu, şu. Belə nömrə olur ki, səhnələşdirməlisən sən. Səhnələşdirməlisən. Hamı şey fikirləşir. Hamı elə düşüb mənim üstümə. Olublar, eləyiblər mənə düşmən. Quran haqqı. Özümə baxıram, deyirəm mən nə düşmən. Həmin o düşmənçilik eləyən də pəhlivan. Məndən zəhləsi gedir, oturur məhəllədə danışır, nə bilim, qohum əqrabanın yanında danışır. Orada da görən qohum əqraba da başlayır, girir mənə burada söyür. Girir mənə burada söyür. Mənim heç kimlə işim yoxdur. Vəsiqə var idi, cırdığım vəsiqə.
Riskə deyirəm, heç vəsiqə də deyil. Estağfurullah, heç vəsiqə də deyirəm. Yo, vəsiqə olmadı. Deməli- Vəsiqədir, o vəsiqədir. Yəni onun vəsiqə titulu var. Çünki Ədliyyə Nazirliyindən qeydiyyatdan keçibsə vəsiqədir. Prosta məsələ odur ki, yəni o vəsiqə heç bir işə yaramır da qardaş. Kimə yarayır? Allah xeyrin versin. Mən onu cırdım ona Ya, görə ki, qardaş, mən yenə də deyirəm, mən o vəsiqəni cırmayacaqdım. Mənim sözümü yerə salan adamım mən də qardaş belə eləyirəm. Mən Nurəddinə hörmət elədim. Ha, eşidirsən mi? Mən Nurəddinə hörmət elədim. Bax, Allaha and olsun, oyuna mən çörək kəsmişəm. Mən Nurəddinlə çörək kəsmişəm. Mən heç vaxt çörək kəsdiyim adama qarşı o hərəkəti eləmərəm. Mən onu söyə də bilərdim. Prosta söyüşün əvəzinə onu elədim, içim rahatlasın. Başa düşdüm, mən Meksikadayım, ürəyim partlayır. Anamın canı ürəyim partlayır. Mən Azərbaycanda olsaydım, o baba var ha, o deyirəm mən. Bax, balalarımın canına and olsun, maşını sürüb onu evdən çıxardım, video çəkərdim. Mən Azərbaycanda olanda niyə çıxmırdılar? Mən Azərbaycanda olanda həmişə demişəm ki, kimsə istəyirsə interesə yarışıram. Hava yox, heç kimin dədəsinə borcum yoxdur, interesə. Mənlə meydana çıxan oğlan cibinə qoysun, pul gəlsin. Lübboy oğlanla çıxıram meydana. Elə bax, buradan Meksikada oturub video, zvanokla da video, bax belə TikTokda canlı açaq, o da məndə. Girək battle eləyək. Sən mənim hərəkətlərimin neçəsini eləyəsin? Bir hərəkətlə yox, iki hərəkətlə. Mənə maraqlı deyil, Eminin iki hərəkəti var. Ən azı bir 10 dənə hərəkət göstərməlisən. Yox, 2 dənə şey göstərəcəm, sövmə pəhəd. Zırt. Gəlmişəm, bura çıxır. Mən də ona görə əsəbləşdim. Başa düşdüm. Mən Nurəddinə 1 dedim, 2 dedim, 3 dedim. O mənə hörmətsizlikdir. O, həmin o uşağı rədd eləməli idi. Onu tədbirə aparmalı deyildi. Bu boydana Azərbaycanda birlikdə adam tapmadı, İminlə onu apardı. Onu İminlə apardı. Mən Nurəddinə dəfələrlə dedim. Mən yenə də deyirəm. Mənim 2 variantım var idi. Ya ora şəkil qoyub Nurəddini söyəcəkdim. Amma mən yenə də deyirəm. Mən ona çörək kəsmişəm, ona görə söymədim. Yəni bəzilə elə bilər qorxduq. Anamınca heç kimdən qorxmuram. Quran haqqı heç kimdən qorxmuram, heç kimdən çəkinmirəm. O söyüşə görə də ki, cərməsi bilməm nədir, 15 tutqadır. Haçansa Azərbaycana gələndə o Nurəddini söydüyümə görə 15 tutqa yatacaqdım. Ya da cərmə eləyirlər desə, 1000 manatdır, 1500 manat cərmə eləyirlər. Yəni 1500 verib heç 15 tutqaya getməyəcəkdim. Məhkəmə ilə olan şey deyil. Söymüşəm, bağışla bilmədim, ala. 1500 manatı getdi. Amigo, Ha? you go. Go? Ha, okey amigo. Ha, Emin, mən gedirəm bura, təcili çıxıram. Görüşərik, gələndə xəbər eləyərəm. WhatsAppda səs atacağım, sənə söz deyəcəm. Yaxşı, Yox, bura. birazdan danışarıq. İzləyicilər, sağ olun. Getdim Sağ mən. ol.